Hər vaxtınız xeyir, əziz və dəyərli televiziya tamaşaçıları. Azərbaycan televiziyasının efirində Xəmsə Milli İntellektual oyunu yenidən sizin görüşünüzə gəldi. Bugün ənənəmizdən bir balaca kənara çıxmışıq. Belə ki, çalışmışıq bayram günlərində, tətil ərəfəsində tələbələri və şagirdləri istirahətə yola salaq və müəllimlər yarışsın bugün. Bəli, müəllimlər. Azərbaycanın təhsil işçilərindən ibarət komandalar bugün Xəmsə Milli İntellektual oyunda öz biliklərini sınağa çəkəcəklər. Paytaxt Bakı komandaları ilə yanaşı bugün regiondan da komandalar var və vaxt itirmədən komandaları və heyətləri sizin diqqətinizə çatdırmaq istəyirəm. Quba müəllimlərindən ibarət komanda Rövşən Zamanov, Tahir Bilalov, Talih Bəşirov, Elməddin Şıxmuradov və Ramin Mahmudov. Xoş gəlmişsiniz. Qırmızı masada əyləşəcək komanda isə Gəncə müəllimlərindən ibarət komandadır. Səidə Məmmədova, Nuridə Qarayeva, Əfsanə Cəfərova, Valih Əliyev və Ramin Quliyev. Qırmızı masaya zəhmət olmasın. Siz də xoş gəlmişsiniz. Yaşıl masanın sakinləri və orada yarışacaq müəllimlər isə İlham Məmmədov adına 261 nömrəli Məktəb Liseyin komandasıdır. Tofiq Ağasoy, Lalə Alıyeva, Leyla İsayeva, Mirzə Məmmədov və Gülgün Qasımova. Xoş gəlmişsiniz dəyərli müəllimlər və komandalara, müəllimlərə rəqib olacaq sonuncu komandanı elan eləmək istəyirəm. Humanitar Fənlər Təmayüllü Liseyin komandası Rəmziyə Aslanova, Büsalə Yahyayeva, Afaq Əliyeva, Elməddin Quliyev və Səxavət Məmmədov. Xoş gəlmişsiniz siz də. Dəyərli tamaşaçılar, müəllimlərimiz hazırdır, biz də hazırıq. Elə isə Xəmsə Milli İntellektual oyununun ilk mərhələsini elan eləyirəm. İlk mərhələ bəlli raund adlanır. Bəlli raundun qaydaları ilə sizi tanış eləyirəm. Bütün komandalar əvvəlcədən 5 mövzu elan olunacaq və komandalar mövzuya uyğun olaraq oyuncuları seçib oyun kürsüsünə göndərəcəklər. Mövzular belədir. Müəllim, şairlərimiz, Azərbaycan kinosu, idmançılarımız, abidələrimiz. Vaxt veririk sizə, dəyərli komandalar, oyuncuları seçin və kürsüyə göndərin. Birinci mövzunun iştirakçılarını dəvət edirəm kürsüyə, buyurun. Bəlli raundun ilk mövzusu müəllim mövzusudur. 1966-cı ildə Beynəlxalq Əmək Təşkilatı və bu təşkilatın çağırdığı konfransda müəllimlərin peşə fəaliyyəti ilə bağlı sənəd imzalandı. Quba? Yəqin ki, bu 5 oktyabr Beynəlxalq Müəllimlər Günü təsis olunur. Yox, səhv cavabdır. 1994-cü ildən isə həmin tarix Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. UNESCO. UNESCO düzgün cavabdır. Müəllim mövzusunda növbəti suala keçid alırıq. 1969-cu ilə aid film Maqsud İbrahimbəyovun Müharibənin 1001-ci gecəsi əsəri əsasında çəkilib. Humanitar. Bizim Cəbiş müəllim. Bəli, bizim Cəbiş müəllim. Keçirik növbəti suala. Bu fəxri ad 1998-ci ildə Quba Əməkdar müəllim. təsis edilib və təhsilin inkişafına xüsusi xidmətlərə görə olan şəxslərə təqdim edilir. Bəli, Azərbaycan Respublikasının əməkdar müəllimi. Keçid alırıq növbəti suala.
Firidun bəy Köçərlinin təşəbbüsü ilə 1910 humanitar Qazax müəllimlər seminariyası açılmışdı. 1918-ci ildə açılan və ora bəzən maarif və mədəniyyət çeşməsi də adlandırılırdı. Bəli, bu Qazax müəllimlər seminariyasıdır. Müəllim mövzusunda sonuncu suala keçid alırıq. 1902-ci ildə şair Məhəmməd Hadi bu hadisədən sonra doğma şəhərini tərk eləyərək Kürdəmirə köçmüş və burada müəllim kimi işləməli olmuşdu. 1902-ci Buyurun, 261 nömrəli məktəb. Zəlzələ baş vermişdi. Dəqiqləşdirək cavabı. Dağılmışdı məktəb. Şəhər dağılmışdı. Yox. Humanitar. Şamaxı zəlzələsidir. Bəli, Şamaxı zəlzələsi. Şair Məhəmməd Hadi əslən Şamaxılıdır. 1902-ci ildə şəhərdə böyük dağıntılara səbəb olan zəlzələ baş vermişdi. Oyunculara təşəkkür edirəm və yerlərini ala bilərlər. Növbəti mövzumuz oynanılacaq. Növbəti mövzunun oyuncularını kürsüyə dəvət edirəm. Şairlərimiz mövzusu olacaq. O, 1930-cu illərdə Şota Rustavelinin pələng dərisi geymiş pəhlivan, humanitar, Səməd Urğun. Nizami Gəncəvinin Leyli və Məcnun əsərlərini Azərbaycan dilinə tərcümə eləmişdi. Bəli, bu şair Səməd Vurğundur. Keçirik növbəti suala. Onun 1930-cu ildə 22 yaşında çap edilmiş ilk kitabı humanitar Mikail Müşfiq. Küləklər adlanır, bəli, bu Mikail Müşfiqdir. Keçirik növbəti suala. Mehdi Hüseyin, yaradıcılıq ixtilaflarımız məqaləsi üçün onun Mübarizə bugün də var şeirini epiqraf seçmişdi. Gəncə. Rəsul Rıza. Bəli, Rəsul Rıza. Davam edirik. Deyilənə görə şeirlərinin təsirinə düşən Seyid Əzim Şirvani onun bacarığını yüksək qiymətləndirərək Quba Mirzə Ələkbər Sabir. Nizaminin xəmsəsinə hədiyyə eləmişdi. Bəli, öz tələbəsi Mirzə Ələkbər Sabirə Nizaminin xəmsəsini hədiyyə eləmişdi. Şairlərimiz mövzusu və sonuncu sual. Müxtəlif illərdə çəkilmiş Burax gedim ay işığı, Ağrı, Üç çınar yarpağı televiziya verilişləri ona həsr edilib. Burax gedim ay işığı, Ağrı və Üç çınar yarpağı. Gəncə. Ramiz Rövşən. Bəli, Üç çınar yarpağı Ramiz Rövşən, Vaqif Səmədoğlu və Vaqif Bayatlı Odərə həsr edilib. Düzgün cavab Ramiz Rövşəndir. Oyunculara təşəkkürümü bildirirəm və yerlərini ala bilərlər. Növbəti mövzuda iştirak eləmək üçün digər oyuncuları kürsüdə gözləyirik. Bəli, raundun 3-cü mövzusu Azərbaycan kinosu adlanır və ilk sual. Film Şəkili müəllim Mustafanın Bakıya, Quba, Həm ziyarət, həm ticarət. səhvdir. Elzamiyyət səfəri ilə başlayır. Humanitar. Mustafa müəllimin deməli Şəkidən Bakıya səfəri zamanında olur. Filmin Filmin adı səhvdir. 261. Gəncə. Ad günü. Bəli, bu Ad günü filmidir. Keçirik növbəti suala. Bu filmimizin afişalarından birində dəniz qırağında olan çıraq və ondan çıxan məxluqu görmək olar. Quba, Cin mikrorayonda. hansı mikrorayonda? Cin mikrorayonda. Bildim Cin mikrorayonda. Hansı mikrorayonda? Onu təyin eləyə bilmirəm. Bravo! Cin mikrorayonda davam edirik. Rasim Balayev xatırlayır ki, bu filmə hazırlıq mərhələsində şair Əli Fəhmi ona qəzəllər barədə Gəncə. Nəsimi. Bəli, məlumatlar vermişdi ona bu barədə. Nəsimi filmi. Davam edirik. Görüşlə başlanan Sənət yolu adlı məqalə hansı rejissorumuza həsr olunub? Humanitar, eşidək istəyən cavabı. Görüş filmi.
Görüş filmi yaxşı. Görüş filmini çəkən rejissor o ad lazımdır mənə. Ədil İskəndərov. Yox, Ədil İskəndərov deyil. Bu oyunun ilk tapılmayan sualı oldu. Düzgün cavab Tofiq Tağızadə idi. Keçirik növbəti suala. Filmdə Şəmsi müəllim müxtəlif cəbhələrdə tək başına mübarizə aparır. O, həm dərsin keyfiyyətini qaldırmaq istəyir. 261. Özgü ömür. Yox. Həm də ailələrlə görüşür, onlarla maarifləndirmə işi aparır. Filmin qəhrəmanı Şəmsi müəllimdir. Müxtəlif cəbhələrdə tək başına mübarizə aparır. Yaxşı dərs keyfiyyəti axtarır. Uşaqlarla bağlı ailələrə məsləhətlər verir. Belə bir Azərbaycan filmi var. Bilmədiniz? Azərbaycan kinosu mövzusunda ikinci tapılmayan sual oldu. Düzgün cavab yay gününün xəzan yarpaqları adlanır. Oyunculara təşəkkür eləyirəm, alqışlayaq onları yerlərinə dəvət eləyirəm və növbəti mövzu idmançılarımız olacaq. Növbəti mövzuda oynayan oyuncuları kürsüyə dəvət eləyirəm. O, 2024-cü ildə keçirilən Paris Olimpiya oyunlarında 73 kiloqram çəki dərəcəsində cüdo yarışlar... 261. Hidayət Eydarov. Bəli, Hidayət Eydarov cüdo yarışlarında qalib olmuşdu. Keçirik növbəti suala. 2023-cü ildə bu baş məşqçi haqqında Stadionlar Səssiz Olanda adlı Quba Qurban Qurbanov. bədii film çəkilmişdi. Bəli, Qurban Qurbanovdan söhbət gedir. Növbəti sual. Karatenin qara brilyantı ləqəbi ilə tanınan idmançımız 261. Rafael Ağayev. Fərdi yarışlarda ən çox dünya çempionu kimi Guinness-in rekordlar kitabına düşüb. Bəli, bu karateçimiz Rafael Ağayevdir. Keçirik növbəti suala. O, Kaori Icho və Saori Yoshidadan sonra 4 dəfə Olimpiya oyunlarında medal qazanmağı bacaran 3 qadın güləşçidən biridir. Maria Stadnik. Bəli, bu Maria Stadnikdir. Davam eləyirik. Sonuncu sual. Onun haqqında məqalələrdən biri qadın şahmatının gövhərli sabahı adlanır. O, 20 yaşa qədər qadınlar arasında 2 dəfə dünya çempionu olmağı bacarıb. Gəncə, Aynur Sofiyeva. bu səhv cavabdır. Kimdir bu? Təəssüf, idmançılar mövzusunda tapılmayan sual oldu. Düzgün cavab Gövhər Beydullayeva. Oyunculara təşəkkür eləyirik. Onlar masalarda öz yerlərini ara bilərlər və növbəti mövzunun oyuncularını kürsüyə dəvət eləyirəm. Bəli, raundun son mövzusunu oynayırıq. Mövzu abidələrimizdir. 1912-ci ildə tamamlanan bu saray Murtuza Muxtarov 6 ünvanında yerləşir. Quba? Saadət Sarayı. Bəli, bu Saadət Sarayıdır. Murtuza Muxtarovun öz həyat yoldaşının şərəfinə tikdirdiyi saray. Keçirik növbəti suala. Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin binası kimi istifadə edilən o, 1908-1913-cü illərdə tikilib. Bu əslində asan sualdır. Quba? İsmailiyyə binası. Bəli, bu İsmailiyyə sarayıdır. Musa Nağıyevin öz oğlunun şərəfinə tikdirdiyi bina. Keçirik növbəti suala. 19-cu əsrin ortalarında Hüseyin xan Müştağın nəvəsi şair Kərim ağa Quba Şəki xan Sarayı. rəhbərliyi ilə bu sarayda bərpa işləri görülmüşdü. Bəli, Kərim ağa Fatihin rəhbərliyi ilə bu Şəki xan sarayıdır. Keçid alırıq növbəti suala. 1966-cı ildə tikilən onun inşasında kiçik dərman şüşələrindən təbii müxtəlif ölçülü Quba Gəncədə olan butulka ev. müxtəlif ölçülü dəniz daşlarından istifadə edilir. Bəli, butulkalı ev. Abidələrimiz mövzusunda sonuncu sual. Tikilinin keçmiş sahibi Əli Əliyev uzun müddət Gəncə Çini Qablar Zavodunda çalışıb. Elə həmin vaxt istehsal prosesinə yararsız sayılan məhsullardan səmərəli istifadə edərək bu evi tikib. Gəncə Çini Qablar Zavodunda çalışıbsa deməli
yaşayış məkanı da Gəncədir. Nə ola bilər? İndi mən deyəcəm, Gəncə Boşqablı komandası ev. deyəcək ki, hə, var idi axı belə ev. Boş qablı ev. Bu çaydanlı evdir düzgün cavab və abidələr mövzusunda yeganə tapılmayan sual bu oldu. Maraqlıdır ki, Gəncədə butulkalı evdən savayı çaydanlı evdə var. Oyunçuları yerlərinə dəvət edirəm, masa ətrafında öz yerlərini ala bilərlər və biz bəlli raundu bitirdik. Növbə ikinci mərhələsində şərtli raunda keçid alırıq. Şərtli raundun qaydalarını sizin üçün təqdim eləyəcəm indi. Bu raundda növbə ilə bir mövzunu sizə təqdim eləyəcəm və həmin mövzuya uyğun olaraq komandalar oyunçuları seçib kürsüyə göndərəcəklər. Şərtli raundda ilk oynanan mövzu paytaxtlar mövzusudur. Buyurun, vaxt getdi, oyunçularınızı seçib oyun kürsüsünə yollaya bilərsiniz. Şərtli raundun ilk mövzusu paytaxtlardır və bu mövzuda oynamaq üçün oyunçuları oyun kürsüsündə görmək istəyirəm. Buyurun. Paytaxtlar mövzusu ilk sual. Bu paytaxt şəhər 1873-cü ildə iki ayrı şəhərin birləşməsi nəticəsində yaranıb. Quba? Budapeşt. Bəli, Budapeşt cavabı doğrudur. Keçirik növbəti suala. 1895-ci ildə müasir Olimpiya oyunlarının yaradıcısı Pierre de Coubertin Ortegal adlı gəmi ilə Marseldən bu şəhərə yollanmışdı. Quba? Pierre de Coubertin Olimpiya hərəkatının banisi isə yəqin ki, bu Afina şəhərinə olar. Bəli, o Afinaya yollanmışdı. Keçid alırıq növbəti suala. Şair Gabriel D'Annunzio'nun təklifi ilə Birinci Dünya Müharibəsi zamanı Viyana şəhərinin üzərindən uçan İtaliya hərbi təyyarələri şəhərə bomba yox, bu rənglərə boyanmış 50.000 broşur atmışdılar. 261. Qırmızı rəngə boyanmış. Qırmızı sonra İki rəng soruşurdunuz. rənglərə boyanmış. Qırmızı və qara. Qara yox, səhv cavabdır. Quba? Bu yəqin ki, Avstriyanın bayrağının rəngi olacaq, ağ və qırmızı. Bu da səhv cavabdır. İlk tapılmayan sual oldu paytaxtlar mövzusunda şərtli raundda. Əslində Quba komandası yaxınlaşmışdı. Sadəcə Avstriyanın bayrağı yox, İtaliyanın bayrağının rəngləri idi bu. Yaşıl, ağ və qırmızı broşurlarda Viyanalılara müraciət ünvanlamışdı. İtaliya bayrağını simvolizə eləyirdi. Keçirik növbəti suala. Memar Santiago Calatravanın layihəsi əsasında Buenos Aires'te tikilən körpüdə olan cütlük sanki bu rəqsi oynayır. Quba? Tango. Bəli, tango Argentinanın milli rəqsidir və onlar tangonu oynayırdılar. Keçirik növbəti suala. 2021-ci ildə Əsma Rıhlalu bu şəhərin tarixində ilk qadın mer seçilmişdi. Bu Mərakeşin paytaxtı Rabat şəhəri idi. Yazıçılarımız mövzusu oynanılacaq və komandalardan xahiş olunur oyunçuları oyun kürsüsünə yola salsınlar. Yazıçılarımız 1911-ci ildə doğulmuş yazıçımız ömrünün axırına dək Nizami adına 261. Mirzə İbrahimov. Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyat Şöbəsinin müdiri olmuşdu. Bəli, bu yazıçımız Mirzə İbrahimovdur. Keçirik növbəti suala. 2000-ci ildə İsveçin Trisellit nəşriyyatı onun Qaranlıq Simfoniyası romanını nəşr etdirmişdi. Humanitar? Çingiz Abdullayev. Bəli, bu Çingiz Abdullayevdir. Keçirik növbəti suala. Bu yazıçının 1984-cü ilə aid Ağ Dəvə romanının əsas qəhrəmanları 261. Elçin. Həsən Ağa əmi, Əzz Ağa əmi, Safra xala və Firuzə xaladır. Bəli, bu yazıcı Elçindir. Yazıçılarımız mövzusuna davam edirik. O, Təyyarə kölgəsi, Vəfalım mənim romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını
geniş oxucu kütləsinə çatdırmışdı. Romanının qəhrəmanının adını desəm, o dəqiqə tapacaqsınız. Gəlin itir. Tapılmayan sual oldu. Bu Əlibala Hacızadədir. Mən gəlin itir də dedim. İtkin gəlindən çıxa biləriz əslində, amma keçirik. Yazıçılar mövzusunda 5-ci sual. 1920-ci ildə anadan olmuş bu yazıcı bir müddət Göyərçin və Azərbaycan Qadını jurnalının baş redaktoru olmuşdu. 1920-ci ildə anadan olmuş bu yazıcı. Kömək üçün deyim ki, xanım yazıcımızdır. Göyərçin və Azərbaycan Qadını jurnalı. 261. Mədinə Gülgün. Yox, bu səhv cavabdır. Humanitar. Mirvari Dilbazi. Bu da səhv cavabdır. Quba. Əzizə Cəfərzadə. Əzizə Cəfərzadə cavabı da səhvdir. Gəncə bir cavabınız yoxdur ki. Düzgün cavab Xalidə Hasilovadır. Xalidə Hasilova olacaqdı düzgün cavab. Oyunçuları masa ətrafına dəvət eləyək və futbol mövzusu olacaq. Şərtli raundda futbol mövzusu. Bir filmin qəhrəmanı barmaqları ilə havada 4 bucaq çəkir. Bu epizodu şərh eləyən bir müəllif hansı texniki yeniliyi xatırlayır? Quba. Yəqin ki, futboldakı VAR sistemini. Bəli, bu düzgün cavabdır. Var. Keçirik növbəti suala. Gerd Müller bir təqvim il ərzində 366 qol vurmuşdu. Bu rekordu Barselonada oynayarkən kim təkrarlamışdı? Quba. Barcelona deyilirsə yəqin ki, Lionel Messi. Bu düzgün cavabdır. Bəli, Lionel Messi. Keçirik növbəti suala. Juventus klubu 1897-ci ildə yaradılıb. 2017-ci ildə klub 120 illik yubiley münasibəti ilə məhdud sayda neçə forma istehsal eləmişdi? Quba. Olsun elə 1897 sayda. Mən də deyirəm olsun. Bravo. Futbol mövzusuna davam edirik. 2017-ci ilin oktyabrın 11-də Panamada keçirilən maçın bitməsini bildirən fitdən sonra stadionda böyük coşqu başladı və bu hadisə milli bayrama çevrildi. Həmin gün nə baş vermişdi? Quba. Bəlkə 2018-ci il dünya çempionatına vəsiqə qazanmışdı Panama. Niyə bəlkə? Elə həqiqətən də dünya çempionatına vəsiqə qazanmışdı. Futbol mövzusunu bitirdik və oyunculardan xahiş edirəm ki, masada yerlərini alsınlar. Növbəti mövzunu elan eləyirəm. Pullar, komandalar oyuncularını təyin eləsinlər və oyun kürsüsünə göndərsinlər. Pullar mövzusu oynanılacaq. Bir Yapon romanında xarici pulların istifadəsinə qarşı olan Quba. Bu yəqin ki, çubuqlar. Bir də Yemək göstərin yemək üçün onu. çubuqlar. Bir də göstərin. Çubuq, yemək. Yemək çubuqları, xassi. Bəli, yemək çubuqları. Davam eləyirik. Bir dəfə futbol maçının başlanması xeyli gecikmişdi. Gecikməyə səbəb Şotlandiyalı hakimin bunu axtarması olub. Quba. Deməli, bu yəqin ki, püşk atmaq üçün olan qəpik. Püşk üçün qəpikləri axtarırdı Şotlandiyalı hakim. Bəli. Üçüncü suala keçid alırıq. Pullar mövzusu şərtli raundda oynanılır. Bu romanın Parisdə həftəlik qəzetdə nəşr olunması Aleksandr Dumaya 200.000 frank qızıl gəlir gətirmişdi. Dumanın hansı romanı? İlk tapılmayan sual oldu pullar mövzusunda. Bu Graf Monte Cristo'dur. Keçirik növbəti suala. Jean Sperati dövrünün ən yaxşı saxta pul kəsənlərindən sayılırdı. Bəzi pullara o, hətta bunu da əlavə eləyirdi. Nəyi? Versiya verə bilərik? Cavab yox. Düyməni sıxın verin məncə. Yaxşı, deyin versiyanızı. Bəlkə öz imzasını. Niyə düyməni sıxıb demirsiniz?
Risk eləmədim. Bəli, imzasını çox ürəkliymiş məncə. Keçirik növbəti suala. 1999-cu ildə bu dövlət 40 illik iqtisadi blokada nəticəsində vurduğu zərərə görə ABŞ-yə 180 milyardlıq iddia qaldırmışdı. Hansı dövlət? Yəqin ki, ABŞ-yə o qədər dəyəri olan iddianı yalnız Kuba dövləti qaldıra bilərdi. Oyunçulara təşəkkür edirik və masada öz yerlərini alsınlar. Şərtli raundun növbəti mövzusu ixtiralar və kəşflərdir. Komandalar oyunçuları təyin eləsinlər və oyun kürsüsünə göndərsinlər. Alexander Fleming 1928-ci ildə humanitar Pensilini kəşf eləmişdi. tətilə çıxarkən bakteri yetişdirdiyi qabları səliqəsiz şəkildə masanın üstünə qoyub getmiş, geri qaydanda qabların birində göbələyin bakteriyaları məhv elədiyini görmüşdü. Bundan sonra o pensilini yaratmışdı və yaxud da kəşf eləmişdi. Bravo. Davam edirik. Bu ixtira olunduğu ilk illərdə anamın üçüncü əli, daha sonra isə divandan əmr eləyən adları ilə Kuba Televizor pultu. və ya uzaqdan idarə etmə pultu. Keçirik növbəti suala. Deyilənə görə, Baddek şəhərindəki kabinetində həyat yoldaşının fotosu vardı. Fotonun altında isə yazılmışdı. Telefonun ixtirasına səbəb olan qadın. Humanitar. Alexander Graham Bell. Söhbət Graham Bell'dən gedir. Bravo. Keçirik növbəti suala, ixtiralar və kəşflər. Percy Spencer 1945-ci ildə radarla bağlı layihə üzərində işləyərkən cibindəki şokoladın əridiyini görür. O, radarların istilik yaydığını başa düşərək təsadüfi yolla bu məişət cihazını yaradır. Nəyi? Kuba. Kondisioner. Bu səhv cavabdır. Humanitar. Mikrodalğalı soba. Bəli, bu mikrodalğalı sobadır. Keçirik növbəti suala. Hesab edilir ki, Titanikdən bir çox sərnişinin xilas edilməsində bu İtalyanın ixtirasının rolu böyük olub. Kimin? Titanikdən xilas edilən sərnişinlər nə onlara daha çox kömək eləyər? Kuba? Bəlkə bu radiodur, Marconi. Bəli, Guglielmo Marconi. Söhbət radio dalğalardan, radio əlaqədən gedirdi. Şərtli raund bitdi. Biz Xəmsə Milli İntellektual oyununda növbəti mərhələyə keçirik. Növbəti mərhələ sirli raunddur. Sirli raundun qaydalarını sizə təqdim eləyirəm. Yalnız oyunçular oyun kürsüsündə yerlərini alandan sonra mən mövzunu elan eləyəcəm və suallar oxuyacağam. Komandalardan xahiş olunur ki, ilk mövzunun oyunçularını təyin eləsinlər və oyun kürsüsünə yola salsınlar. Sirli raunda keçid alırıq və oyunculardan xahiş olunur ki, oyun kürsüsündə öz yerlərini alsınlar və biz ilk mövzunun sualını oxuyaq. Mövzu universitet. Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə bu universitetdə təhsil almışdı. Kuba. Bəlkə Bakı Dövlət Universitetidir. Bəlkə niyə elə Bakı Dövlət Universitetidir. Bravo. Davam edirik. William Teckerin bir əsərində rast gəlinən Oxbridge termini adını bu ikilinin adının birləşməsindən alıb. Kuba. Yəqin ki, Oxford və Cambridge-dən. Oxbridge, Oxford və Cambridge sözlərinin birləşməsindən yaranıb. Bəli. Davam edirik. Michigan Universitetinin zooloqlarının fikrincə, onların quyruq tullaması zəhərli ilan və digər vəhşi heyvanlarla qarşılaşma zamanı daha effektiv nəticə verir. Humanitar. Kərtənkələ.
Bəli, bu kərtənkələdir. Bravo. Keçirik növbəti suala. Georgetown Universitetinin professoru bu rəsm əsərində olan xanımın ön dişlərinin qırıq olduğunu və bu səbəbdən üz Quba Bir dənə rəsm əsəri xanım deyəndə ancaq Mona Lisa yadıma gəlir. Mona Lisa ya da Gioconda. hansını seçək? Mona Lisa. Gioconda da seçə bilərik. Bravo. Dişlərinin qırıq olduğunu və bu səbəbdən üz üzgilərinin rəsmə baxanda həm gülüş, həm də qəmginlik təsiri buraxdığını iddia eləmişdi. Keçirik universitet mövzusunun sonuncu 5-ci sualına. Ötən əsrin 60-cı illərində hansı ali təhsil müəssisəmizdə yaradılan musiqi qrupu Eskulap adlanırdı? Quba. Böyük ehtimalla bu Azərbaycan Tibb Universiteti ola bilər. Niyə Eskulap Ona adlanırdı? görə ki, o tibbi bir ləvazimatdır ona görə. Çünki Eskulap şəfa tanrısıdır, amma cavab Azərbaycan Tibb Universiteti. Bravo! Oyunculardan xahiş edirəm oyun kürsüsündə yerlərini alsınlar və biz sirli raundun ikinci mövzusuna başlayaq. Sirli raundun ikinci mövzusu məktəb adlanır. Rafael Santinin Afina məktəbi freskasında Platon bu İtalyan mütəfəkkiri ilə yanaşı addımlayır. 261. Aristotel deyirəm. Səhv cavabdır. Digər komandaların cavab vermək üçün şansı var. Rafael Santinin Afina məktəbi freskasında Platon bu İtalyan mütəfəkkiri ilə yanaşı addımlayır. Kim ola bilər? Leonardo da Vinci. Keçirik növbəti suala. İlk məktəb dərslikləri eramızdan əvvəl 3000-ci ildə Mesopotamiyada hazırlanmışdı. Bu dərsliklərdən hansı dil öyrədilirdi? 261. Şumer dili. Bəli, Şumer dili. Davam edirik. Joseph Priestley tərəfindən kəşf edilən ilk onlar kağızdakı qara ləkələri təmizləmək üçün istifadə edilirdi. Quba. Bunu belə zənn edirəm ki, pozan ola bilər. Bəli, bu pozandır. Keçirik növbəti suala. 1905-ci ildə İtalyan müəllim Roberto Nevilis şagirdlərin öyrəndiklərini təkrar eləmələri üçün ilk dəfə bunu tətbiq eləmişdi. Nə olar? Gəncə? Sual vermək. Yox, bu səhv cavabdır. Amma əminəm siz istifadə edirsiniz. Cavabı eşidəndən sonra deyəcəksiniz, hə. Nə ola bilər? Ev tapşırığıdır bu. Ev tapşırığı. Hamınıza şagirdlərinizə ev tapşırığı verirsiniz. Keçirik növbəti suala. Məktəb müəlliminin təklifi ilə coğrafi bilikləri yaxşı olan Christopher Dekin soyadını ona dəyişmişdi. Nəyə? Humanitar. Kəşf, Yox, kəşf yox. Kolumb, Kolumb yoxsa kəşf? Kolumb. Mən Kolumb cavabını düzgün cavab qəbul edirəm, çünki digər komandalar düymələri sıxmamışdılar. Bu, Christopher Dekin öz soyadını Christopher Kolumba dəyişmişdi. Oyunculara təşəkkür edirəm, yerlərini alsınlar. Çox sağ olun iştirakınız üçün və növbəti oyuncular oyun kürsüsündə yerini alandan sonra mən sirli raundun mövzusunu elan eləyəcəm. Sirli raundun mövzusu muzey adlanır. Eindhoven şəhəri yaxınlığında bu rəssama həsr edilmiş Vincenter muzeyi fəaliyyət göstərir. Quba. Bəlkə Vincent van Gogh. Niyə bəlkə? Elə Vincent van Gogh. Bravo. Keçirik növbəti suala. Agatha Christie xatırlayır ki, nə qədər məşhur yazıcı olduğumu figurumun bu muzeyin eksponatları arasına düşəndən sonra Gəncə. Bu Mum Muzeyi. Dəqiqləşdirə bilərsiniz cavabı. Berlindəki Mum Muzeyi. Səhv etmirəmsə Berlində Mum Muzeyidir. Dəqiq cavab almaq istəyirəm. Ona görə də Quba. Bəlkə Louvre muzeyi. Yox, səhv cavabdır. Səhv cavabdır. Bu Madame Tussauds mum figurları muzeyidir. Növbəti suala keçid alaq. Filadelfiyada dərzi Betty Ross'un ev muzeyi var. Rəvayətə görə o, George Washingtona ilk dəfə tikdiyi nəyi hədiyyə eləmişdi?
Quba. Bəlkə kostyumu. Yox, bu səhv cavabdır. Davam eləyək. Gəncə. Bəlkə paltar geyimi. Yox, paltar səhv cavabdır. Kostyum səhv cavabdır. Xanımlar, bəlkə siz cavab verəsiniz. Çox təəssüf, George Washingtona ilk dəfə yəqin ki, ABŞ bayrağı hədiyyə eləmişdi. ABŞ bayrağını tikmişdi. Keçirik növbəti suala. Bir komediyada Firon müasir Parisə düşür. Nəyin binasını görən zaman kinayə ilə bildirir ki, onun da dövründə ehramlar Quba. Eyfel qülləsinin binasını. Yox, bu səhv cavabdır. Səhv cavabdır. Onun da dövründə ehramlar dəvdə idi. 261. Şüşədən olan piramidanı görür. Dəqiqləşdirin biraz cavabı. Metroid. Neydi o? Mən qəbul eləyəcəm cavabı əslində düzgün cavab kimi, amma dəqiqləşdirə bilərsinizmi? Louvre muzeyi. Şüşədən olan piramida dediniz, əslində bu Louvre muzeyidir. Şərh olaraq deyim ki, Louvre muzeyinin əsas hissəsi piramida şəklindədir. Ona görə düzgün cavab kimi qəbul edirəm sizi. Keçirik növbəti suala. Isabella Gardner'in şəxsi kolleksiyasının sərgiləndiyi muzeyə onlar pulsuz daxil ola bilərlər. Bunun üçün şəxsiyyəti təsdiq eləyən sənəd yetər. Quba. Yəqin ki, onunla eyni soyadı daşıyanlar, ailə üzvləri. Dəqiqləşdirək. Onun ailə üzvləri. Yox, səhv cavabdır. Səhv cavabdır. Isabella Gardner'in şəxsi kolleksiyasının sərgiləndiyi muzeyə onlar pulsuz daxil ola bilərlər. Bunun üçün şəxsiyyəti təsdiq eləyən sənəd yetər. Muzey mövzusunda tapılmayan sual. Sadəcə olaraq Isabella adlı xanımlar öz adlarını göstərməklə Gardner'in şəxsi muzeyinə daxil ola bilərlər. Oyunçulara təşəkkür edirəm. Öz yerlərini masa ətrafında alsınlar və biz növbəti mövzuya davam eləyəcəyik. Sirli raundda. Sirli raundun növbəti mövzusunu təqdim eləyirəm. Mövzu nağıllar adlanır. Bir nağılda qaynanasının tənələrindən bezən gəlin evdən uçub gedir. Nəyin vasitəsilə? Quba. Süpürgə. Nağıllarda uçan vasitə kimi adətən süpürgədən istifadə olunur. Bəli, süpürgə. Bir dəfə nağılda serialının qəhrəmanı Ruby onu canavara çevirə bilən ofsunlu plaş geyinir. Ruby bu nağılın qəhrəmanının Quba. Qırmızı papaq. Bəli, personifikasiyasıdır, qırmızı papaq. Rubin qırmızı deməkdir. Bravo Quba. Keçirik növbəti suala. Bir nağılın qəhrəmanları İya, Aliya, Amalia adlarını daşıyır. Bəs onlar nəyin içərisində yaşayırlar? Matryoşka. Bəli, bu matryoşkadır. Bravo Gəncə. Keçirik növbəti suala. Jaguar avtomobillərinin modellərindən biri qeyri-adi görünüşünə görə fərqlənirdi. Bu modelə humanitar. Adətən qeyri-adi görünüşünə görə fərqlənən şeylər çirkin ördək balası deyilir. Qeyri-rəsmi olaraq hansı nağılın adı verilmişdi? Bəli, çirkin ördək balası. Davam eləyirik. Bir işçinin digərinə kiçik əlamətlər buraxaraq qarşıya qoyulmuş strategiyanı həyata keçirməsinə səbəb olduğunu bildirən nəzəriyyə hansı nağılın adı ilə adlanır? Humanitar. Hansel və Gretel. Bravo! Oyunculara təşəkkür edirəm. Oyun masası ətrafında öz yerlərini ala bilərlər və digər növbəti oyuncuları oyun kürsüsündə gözləyirəm. Sirli raundun növbəti mövzusu oynanılacaq. Heykəl mövzusu oynanılacaq. Praqada bu yazıçıya qoyulmuş heykəl 11 metr hündürlüyündədir və 42 fırlanan paneldən ibarətdir. Quba. Frans Kafka. Bravo Quba.
Davam eləyirik. Gürcü siyasətçilərdən biri bu heykəli Azərbaycan və Gürcü xalqlarının dostluq rəmzi kimi Quba, Ali və Nino heykəli. Əli və Nino heykəli, bravo, dostluq rəmzi kimi adlandırmışdı. Keçirik növbəti suala. Əlcəzairli heykəltəraş Adel Abdessəmədin kəllə vurma heykəlində hansı iki futbolçu təsvir edilib? Quba, Materazzi və Zidane. Zinəddin Zidan və Marco Materazzi. Burada hansına kəllə vurmuşdu? Zidan Materazzi yoxsa? Yəni ki, Zidane vurar. Bravo. Keçirik növbəti suala. Bu şəhərdə yerləşən katolik kilsəsi tez-tez ildırım nəticəsində zədələnmiş hissələri təmir eləmək üçün daş ehtiyatı saxlayır. Quba, Rio de Janeiro. bəli, bu şəhərdə yerləşən xilaskar İsa heykəli tez-tez ildırım zədələrinə məruz qalırdı və ona görə də Rio de Janeiro şəhərindəki katolik kilsəsi özündə daş ehtiyatı saxlayır. Keçirik növbəti suala. Filadelfiyada bu şairin 1845-ci ildə yaradılan ev muzeyində onun heykəlinin yanında qarğanı da görmək olar. Filadelfiya, 1845-ci il. Tapılmayan sual oldu bu heykəl mövzusunda və təbii ki, sirli raundda Edgar Allan Poe'dur düzgün cavab. Oyunculara təşəkkür edirəm, oyun masasında öz yerini alsınlar və biz fərdi raunda keçid alacağıq. Fərdi raunda keçid alırıq və bu raundda hər komandadan bir oyunçunun oynamaq şansı var və komandaların seçdiyi oyunçuları sizin diqqətinizə çatdırıram. Gəncə komandasından Ramin müəllim qırmızı kürsüdə öz yerini alsın. 261 nömrəli məktəb liseyin müəllimlərdən ibarət komandasından Tofiq müəllim yaşıl kürsüdə öz yerini alsın. Humanitar liseyin müəllimlərdən ibarət komandadan Səxavət müəllim sarı kürsüdə öz yerini alsın və Quba müəllimlərdən ibarət komandadan isə Talih müəllim oynayacaq. O da göy masada, göy kürsüdə öz yerini alsın və biz fərdi raunda başlayaq. İndi isə sizə 5 mövzu təqdim olunacaq. Xalı az olan komandadan çox olan komandaya doğru bir-bir mövzulardan imtina eləyəcəksiniz. Sona qalan mövzunu isə sizinlə oynayacağıq. Mövzularımız belədir. Generallarımız, bayraq, jurnal, qırmızı mövzu və tar hissəciyi. Birinci Gəncə komandasından soruşuram ki, hansı mövzudan imtina eləyir? Qırmızı mövzu. Qırmızı mövzudan imtina olundu. Növbə 261 nömrəli məktəbin komandasındadır. Jurnal mövzusu. Jurnal mövzusunda oynamırıq. Humanitar liseyin komandası. Generallarımız. Generallarımız mövzusu artıq oynanılmayacaq. Sona 2 mövzu qalıb. Bayraq, jurnal. Jurnal silinmədi, sil jurnalı. Generallarımızı da sil. Sona 2 mövzu qalıb. Bayraq və tar hissəciyi. Quba komandası hansı mövzudan imtina eləyir? Bayraq mövzusunu oynayırıq. Bayraq mövzusunu oynayırıq. Fərdi raundda bayraq mövzusu oynanılır. Səlib yürüşləri zamanı Hersoq 5-ci Leopold qanlı köynəyinin üzərinə ağ zolaq çəkmişdi. Humanitar. Olsun İngiltərə bayrağı. Bu səhv cavabdır. Quba. O səlibçilərin bayrağını formalaşdırmışdı. Əyinlərində geyinən geyim. Səlibçilərin bayrağı. Səlib geyiminin embleması da. Yox, səhv cavabdır. 261. Yoxdur cavabınız. Təəssüf olsun ki, sizdən də xal silinəcək. Bu əfsanə hansı dövlətin bayrağının yaranması haqqındadır? Gəncə komandası. Var versiyanız?
versiyanız yoxdursa, mən düzgün cavabı deyim, bu Avstriya bayrağıdır. Davam edirik. Apollon 11 modulunun uçuşundan sonra baş verən bu hadisə ilə əlaqədar olaraq növbəti səfərlərdə astronavtlar daha ehtiyatlı olmağa başladılar. Quba, Bəlkə ona gedəndə bayrağı yaddan çıxarıb getmişdilər. Amerika bayrağını aparmağı unutmuşdular. yox, bu səhv cavabdır. Digər komandaların cavab vermək üçün şansı var. Bayraq mövzusunda tapılmayan ikinci sual oldu bu. Sadəcə olaraq bayraq aşmışdı. Sancılan bayraq aşmışdı. İrlandiyada baş verən Kartif acılığı zamanı Osmanlılar ölkəyə yardım göstərmişdilər. Humanitar, 261 və Gəncə də düyməni sıxıb. Onların da cavab vermək şansı var. Ona görə də mən sayıram 1. Ona görə də Cardiff futbol klubunda Cardiff futbol klubunun ləqəblərinin biri Turkolardır. Yox, bu səhv cavabdır. 261. Portsmouth klubunun bayrağında ay ulduz təsvir olunub. Bu düzgün cavabdır. Bu səbəbdəndir Ohio şəhərinin bayrağında nəyi görmək olar? Ay paranı. Davam edirik. 4-cü sual. Ipomoea labot adlanan bitkinin yarpaqları sarılı-qırmızılı olur. Vicente Cervantes, Quba. İspaniya. Bəli, bu İspaniya bayrağıdır. Keçirik növbəti suala. Bir cizgi filmində qəhrəman dənizin dibindən bayraq tapır. Dostu bildirir ki, bu bayraq zəhərli və təhlükəlidir. Bayrağın hansı olduğunu tapın. Gəncə. Piratlara aid olan bayraq. Bəli, bu pirat bayrağıdır. Bravo Gəncə. Fərdi raund bitdi. Oyunculardan xahiş edirəm masa ətrafında öz yerlərini alsınlar. Xəmsə raunduna keçid alırıq və diqqətinizə çatdırım ki, xəmsə raundunda yalnız hesabında müsbət xallar olan komandalar iştirak hüququ qazanıblar. Ona görə də dəyərli Gəncə komandasına təşəkkürümü bildirirəm. Gəncəyə qucaq dolusu salamımızı göndərirəm və onları alqışlarınızla yola salmaq istəyirəm. Çox sağ olun. İndi isə digər 3 komanda üçün Quba müəllimlərindən ibarət komanda, 261 nömrəli məktəb liseyin müəllimlərindən ibarət komanda və humanitar liseyin müəllimlərindən ibarət komanda üçün xəmsə raundunun qaydalarını elan eləmək istəyirəm. Diqqətinizə çatdırım ki, mən mövzunu elan eləyəndən sonra komandalar öz hesablarında olan xallardan analoji olaraq mənə gedişləri, nominal gedişləri təqdim eləyəcəklər və mən sonra sualı səsləndirəcəm və sonra isə düzgün cavab verən komanda qalib gələcək. Raundun mövzusu əsər və xal gedişlərini təqdim eləmək üçün komandalara vaxt verilir. Komandalar bizə öz nominal xal gedişlərini təqdim elədilər və mən sualı səsləndirmək üçün komandalarımıza yaxın gəlirəm. Sualımız belədir. Bu uşağı niyə üz qibləyə qoydun? Bu sözləri burada dərs deyən müəllimin uşağı cəza olaraq küncə qoymasından sonra Qasım kişi deyir. Bu əsəri tapın. Diqqət, vaxt getdi. Komandalar cavabları bizə təqdim elədilər və mən düzgün cavaba keçməmişdən əvvəl komandaların xallarını, xal gedişlərini və onların strategiyalarını, taktikalarını sizə təqdim eləmək istəyirəm. 261 nömrəli məktəb liseyin komandası 1800 xalla xəmsə raunduna qoşulmuşdu. Onlar 200 xal gediş eləyiblər.
Humanitar liseyin müəllimlərindən ibarət komanda 5500 xalla oyuna qoşulmuşdular. Onlar 1899 xal gediş eləyiblər. Quba müəllimlərindən ibarət komanda isə özlərini sığortalamaq və humanitar liseyin komandasının ən maksimal gedişinin önünü almaq üçün sadəcə 801 xal gediş eləyərək özlərini sığortalamaq yolunda suala düzgün cavab verərlərsə buna nail olmaq istəmişdilər. Amma onu qeyd edeyim ki, hər üç komanda eyni cavab verib və hər üç komandanın cavabı doğrudur. Düzgün cavab isə Danabaş kəndinin məktəbi idi. Və sonuncu yekun xalları diqqətinizə çatdırmaq istəyirəm. Quba 11001, humanitar liseyin müəllimlərindən ibarət komanda 7399 və 261 nömrəli məktəb liseyin komandası isə 2000 xal qazanır. Təbrik edirik Quba müəllimlərindən ibarət komandanı. İndi isə növbə gəlib çatdı təltif olunma mərasiminə. Diqqətli olun, biz hələ bitirməmişik. Birinci olaraq müəllimlər arasında keçirilən Xəmsə Milli İntellektual oyununun ən yaxşı oyunçusunu seçmişik. Və biz onu intellekt cəngavəri adı ilə təltif eləmişik. Bu, Quba komandasından Ramin Mahmudovdur. Təbrik edirəm, uğurlarınız bol olsun. Bu da müəllimlər arasında intellekt cəngavəri. Sağ olun. Üçüncü yerin komandası 261 nömrəli məktəb liseyin müəllimlərindən ibarət komandadır və onların kuboklarını təqdim eləmək üçün təşəkkür edirəm. Çox sağ olun. Təbrik edirəm müəllimə. Sağ olun. İkinci yer isə humanitar liseyin müəllimlərindən ibarət komandadır. Gəlin, buyurun. Buyurun Səxavət müəllim. Təbrik edirəm. Uğurlarınız bol olsun. Sağ olun. Və təbii ki, bugünün qalibi, bugünün çempionu Quba müəllimlərindən ibarət komandadır. Kuboku, gəlin, hamınız gəlin. Gəlin, hamınız. Kimə verim kuboku? Kim istəyir? Təbrik edirəm. Uğurlarınız bol olsun. Mən isə həmrəylik bildirmək üçün bütün müəllimləri yanıma dəvət edirəm. Gəlin, birlikdə sağollaşaq. Təhsil bir millətin gələcəyidir. Əgər Azərbaycanın təhsil işçiləri öz tələbələrini, şagirdlərini öz istədikləri kimi öyrədə bilirlərsə, nə xoş bizim gələcəyimizə. Müəllimləri bir daha təbrik edirəm, onlara uğurlar arzu edirəm və buradakı müəllimlərin timsalında bütün Azərbaycan müəllimlərinə öz salamlarımızı göndəririk. Xəmsə Milli İntellektual oyunu Azərbaycan televiziyasının efirində bu günlük, bu həftəlik öz işini yekunlaşdırdı. Qismət olsa gələn həftə yenidən görüşərik.